Mübariz bəy, ordunu quran şəxslər kimlər idi? Səməd bəy Mehmandarov, Çar Rusiyasının tanınmış Azərbaycanlı generallarından biri. Səməd bəy Mehmandarov təhsilini öncə Bakıda, sonra isə Sankt-Peterburqdakı 2-ci Konstantin hərbi məktəbində almışdı. O, Çar Rusiyası ordu sıralarında artilleriya generalı kimi xidmət etmişdi. Səməd bəy Mehmandarov əsasən 1904-1905-ci illər Rus-Yapon müharibəsində Port Arturun müdafiəsində göstərdiyi xidmətlərinə görə seçilmişdi. AXC-nin hərb naziri vəzifəsini daşıyan Səməd bəy Mehmandarov ordunun sıfırdan qurulmasında və milli kadrların yetişdirilməsində xüsusi rol oynamışdı. Onun rəhbərliyi altında milli zabit hazırlığı sistemi yaradıldı və hərbi məktəblər açıldı. Səməd bəy Mehmandarov həmçinin Azərbaycan türkçəsinin ordu sıralarında rəsmi dil olaraq tətbiqini başlatdı. Səməd bəy Mehmandarov 1931-ci ildə Bakı şəhərində vəfat etdi. General-leytenant Əliağa Şıxlinski dəqiq atəş üsullarına görə Rus artilleriyasının Allahı ləqəbini qazanmış dahi artilleriyaçı. Əliağa Şıxlinski Rus-Yapon müharibəsindən Birinci Dünya müharibəsinə qədər döyüş meydanlarında qəhrəmanlıqlar göstərmişdi. Əlahətdə Azərbaycan korpusunun ilk komandanı məhz Əliağa Şıxlinski idi. Şıxlinski yalnız döyüş meydanlarında deyil, hərbi nəzəriyyə sahəsində də ad çıxartmışdı. Onun hazırladığı Şıxlinski üçbucağı və Şıxlinski formulu artilleriya atışlarının dəqiqliyini müəyyən edən mühüm yeniliklərdən biri idi. Əliağa Şıxlinski həmçinin Azərbaycan hərbi lüğətinin ilk müəllifi sayılır. 1926-cı ildə onun Rusça-Türkçə hərbi lüğəti nəşr edilmişdi. Əliağa Şıxlinski 1943-cü ildə Bakıda vəfat etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri Xosrov bəy Sultanov. Çox qısa müddətdə hərb naziri olsa da, Xosrov bəy Sultanov da Azərbaycan Milli Ordusunun quruculuğunda mühüm işlər görmüşdü. Xosrov bəy Sultanov 1879-cu ildə Zəngəzur qəzasında anadan olmuşdu. Xosrov bəy Sultanov peşəkar hərbiçi deyildi. O, Odessa Universitetinin tibb fakültəsini bitirmişdi və ictimai-siyasi fəaliyyətə başlamışdı. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağ və Zəngəzurun general-qubernatoru təyin olunaraq bölgədə Azərbaycan hakimiyyətinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmişdi. 1920-ci il Bolşevik işğalından sonra o mühacirət etmiş və 1943-cü ildə İstanbulda vəfat etmişdir. General Məmməd bəy Sulkeviç. Məmməd bəy Sulkeviç milliyyətçi tatar idi. O, 1-ci Müsəlman korpusunun komandiri idi. Məmməd bəy Sulkeviç Rus-Yapon müharibəsində və 1-ci Dünya müharibəsindəki döyüşlərdə iştirak edərək mühüm hərbi təcrübə qazanmışdı. 1919-cu ildə o, Azərbaycan Milli Ordusunun baş qərargah rəisi təyin edilmiş və milli ordunun təşkilatlanmasında mühüm rol oynamışdı. Həmçinin 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi ittifaqın bağlanmasında Məhəmməd bəy Sulkeviçin təşəbbüsü həlledici rol oynamışdı. Cümhuriyyətin süqutundan sonra 1920-ci ilin aprelində Azərbaycanda Bolşevik hakimiyyəti qurulduqda Məhəmməd bəy Sulkeviç Azərbaycanı tərk etmədi. Məhəmməd bəy Sulkeviç yeni Bolşevik hakimiyyəti tərəfindən həbs edildi və əks-inqilabi fəaliyyət göstərməklə ittiham olundu. Qısa istintaqdan sonra ölüm cəzasına məhkum edildi. 1920-ci il iyulun 15-də Bakıda güllələndi. Burada önəmli bir fakta diqqət çəkmək istəyirəm. Azərbaycan Xalq Cümhuriyyətinin 21 döyüş generalı var idi. Bolşeviklər onlardan 15-ini güllələdi.